Ən çox soruşulur ki, nə verək, indi nə verək, nə edək, indi hansı gübrəni verək filan. Tez-tez suallar verilir, tez-tez yazırlar, zəng eləyib soruşurlar. Ona görə hal-hazırda bağlarda görüləsi işlər yaza qədər nə işlər görülməlidir dərmanlama baxımından. O mövzuda bir paylaşım eləyirəm. Birinci olaraq qışlıq yağdan başlamaq lazımdır. Kimsə qışlıq yağ veribsə keçən il, mən ehtiyac görmürəm. 2 ildən bir ən azı 3 ildən bir qışlıq yağ tövsiyə edirəm. Tətbiq zamanı da çalışmaq lazımdır. Hava temperaturu 6 dərəcədən çox olsun. Əgər 6 dərəcədən çox olmayan temperaturda da vermək istəyirsinizsə, yəni deyək ki, dağlarda filan da o temperaturu tuta bilməyən ərazilərdə qışlıq yağ vermək istəyirsinizsə, o zaman tərkibində səthi aktiv maddə olan yağlardan istifadə edin. O da olmasa yağa 20 litrə görə, hər 20 litr yağa görə 3 litr spirt qatıb ata bilərsiniz. Yağdan 10 gün ara saxlamaqla martın 15-dən sonra hava temperaturu yenə də 6-dan yüksək olduğu vaxtlarda bordo məhlulu vermək lazımdır. Bordo ya özünüz hazırlamağınız tövsiyə olunur və yaxud da sifariş verin, hazır lignosulfonatlı bordo göndərim, onu vurun. Yəni texnikada hər hansı bir problem yaratmır. 3 komponentli bordodur bizdə. Lignosulfonatı qarışdırıb göndərə də bilərik. 2 komponentli olsun, amma onu genəllə saxlamaq olmur əgər qalsa. Yəni 20 litr mis sulfat məhlulu, 10 litr əhəng suyu, 2 litr lignosulfonat 160 manatdır. Və gilasa, alçıya, cavalı üçün uyğundur. Alma, armud, heyva üçün olan isə 4%lidir, yəni 320 manatdır. Yəni 240 manat 3%li də verə bilərsiniz hektara. Şaftalı, ərik, nektarin, fındığa, sonra yəni bu ağaclara bordo və yağa ehtiyac yoxdur. Laim sulfur ən yaxşısıdır. 12-15 litr tona qarışdırıb fevralda verilsə yetərlidir. Laim sulfur da varımızdır. Litri 7 manatdır. Bundan başqa da tumurcuqlar şişməyə başladıqda xüsusilə. Əgər kimsə femen bakteriya verməyibsə avqust ayında, payızda, İlk dərmanlamaya femenlə başlaması lazımdır. Daha sonra safkasi verməlidir. Femeni safkasi ilə birgə də verə bilər. Tona 2,5 litr safkasi, 2,5 litr femen bakteriya qarışdırıb dərmanlama apara bilərlər. Payızda femen verənlər dərmanlamanı təkcə safkasi ilə apara bilər. Safkasi tərkibində həm bor olan, çox sürətli mənimsənilən yarpaq gübrəsidir. Femen 18 manatdır litri, safkasi 12 manatdır. Meyvə gözləri tam quru qabıqdan töküldükdən sonra, tam yaşıl butonlar görsəndikdən sonra molborsin kobalt vermək lazımdır. Yəni tona 2,5 litr yenə də və yaxud da flower powder verə bilər. Flower powder enzim, aminoasid, molborsin və bor qarışığıdır. Qiyməti 25 manatdır. Molborsin kobalt isə 18 manatdır. Tərkibi molibden, bor, sink, kobalt elementləridir. Hər ikisi də 2,5 litr tona verilməlidir. Hektarda çiçəklər görünür-görünməz BNO, AV2, dixlorofenoksi, asetik asid hormonu verilməlidir. Molbor sinkdir və yaxud flower powderdir verməyən təsərrüfatlara hormon tövsiyə olunmur. Çünki onlar verilməlidir, ondan sonra hormon tətbiq olunmalıdır. Çiçəklər tam açıldıqdan sonra, hətta barmağınızla sıxarkən belə mayalanmanı hiss etdikdən sonra gibralin və gibralin benzil adının qarışığı tətbiq edilməlidir. Hazır satılır bazarda, bizdə yoxdur. Amma dixlorofenik asidlə BNO-nı, betanaftak asetik asidin qarışığını biz 40 manata təklif edirik hektara. Bir də flower powder və ya molborsin qarışığına suprodinil də qarışdırıb verə də bilərsiniz. Amma hormonlara heç biri qarışdırılması doğru deyil. Heç nə qatmadan birbaşa hormonun özünü istifadə etmək lazımdır. Ayrıca BNO, dixlorofenik asetik asid qarışığına yaxın günlərdə əlimizdədir, istehsalı olmuş hazır məhsulumuz olacaq. Elə də baha olmayacaq, 1 ton norması 40 manat olacaq və bütün bağlarda da istifadə oluna bilər. Alma, armud, şaftalı, gilas, fındıq, qoz xaric, yəni bütün bağlarda da istifadə oluna bilər. Belə bu qədər, yəni elə bilirəm ki, yaz proqramını bölüşdüm sizlə. Yazda çalışın, sıralamanı itirməyin. Sıralamanı bu şəkildə davam eləsəniz, inşallah ki, məhsul tutumu da, meyvə tutumu da rahat bir şəkildə əldə edəcəksiniz. Təşəkkür edirəm, sağ olun.